Salam değerli izleyicilerim, kanalıma hoş gelmişsiniz. Bugün sizler için bol vitaminli, oldukça tatlı, lezzetli balva hazırlayacağım. Əvvəlcə göyərtiləri təmizləyib yaxşıca yuyuram. Spanaq, əmək öməci, çeşniş, şüyüd, soğan, bütün göyərtilərdən istifadə olunur. Əsasən də əmək öməci tökülür. Ayrıca bir qazanın içərisinə 1 stəkan düyü tökürəm. Yumru düyüdən istifadə edirəm. Düyünü yaxşıca yuduqdan sonra üzərinə 2 baş soğan doğrayıram. Göyərtinin içərisində soğan olmadığı üçün mən 2 ədəd soğandan istifadə etdim. Əgər soğan olarsa 1 baş soğan da kifayət edir. Üzərinə isə su tökürəm və duz əlavə edib qazanı ocağın üzərinə qaynamağa qoyuram. İndi isə göyərtiləri doğrayıram. Göyərtiləri nə iri, nə də xırda doğramaq lazım deyil, orta qaydada doğranılır. Bu yeməyi hər zonada bir cür bişirirlər. Bizim zonada isə belə hazırlanır. Düyü qaynağa düşəndən sonra göyərtini də düyünün içərisinə əlavə edirəm və düyü, göyərti birlikdə bişir. Əgər suyu az olarsa, biraz su əlavə edə bilərsiniz. Bu qayda ilə bişdikdən sonra ocağı söndürürəm və qazanı bir kənara qoyuram ki, biraz soyusun. Soyduqdan sonra bişirdiyim ərzaqları ətçəkən maşından keçirirəm. Yenidən qazanın içərisinə tökürəm. Əgər qatı olarsa, biraz da su əlavə edirəm. Və ocağın üzərinə qaynamağa qoyuram. İçərisinə biraz duz tökdüm. Duzu az olduğu üçün. Yağ. Qara istiot və turşu tökürəm. Bütün ərzaqları qarışdırıram və balvanın qaynamasını gözləyirəm. Balva qaynağa düşəndən sonra 1 ədəd yumurtanı yaxşıca çalıram və balvanı qarışdıraraq yumurtanı qazanın içərisinə əlavə edirəm. Yumurta tam bişənə qədər
ocağın üzərində saxlayıram. Yumurta da bişəndən sonra qazanı ocağın üzərindən götürürəm. Boşqaba töküb süfrəyə təqdim edirəm. Olduqca dadlı, ləzzətli balva alındı. Əziz xanımlar, əgər siz də mənim reseptimi, kanalımı bəyəndinizsə, mənə abunə olub dəstək olmağı unutmayın. Sağ olun, görüşərik.